Selam dostlar, bugün YouTube attığım part 1 manata dönər almanın dadına baxmağa gedəcəyik. Bakalım. Eləmə də gəl. Yaxşı görünür. Cristiano. Bu qədər yolu getməliyik. Hava Buradan 40 elə daha dərəcədir. Arada gənə biz gəlirik də gəlirik. Bizə də iş kitlədilər. Gördüyünüz iki şəxsiyə bizə iş kitlədilər. Bizim ilk günündə görsəniz, özümdə hiss edirəm. Güneş düz başımızdan vurur, ölürük. Bu gördüğünüz şəxsiyyət Sabah finala çıxır. sabah çempionat oynayacaqlar. O onun dərdində cırır. Keçən dəfə getdik qardaşım məktəbə qoymağa. Gələndə bir dəli yedik yenə də. Adam ölür. Bugün kim arışa birliyi. Sən nə yeyibsən əli? Birlik. Onda mən ısmarlamışam. Erkan, fakir köpek. Nerede beleş falan yer. Erkan, fakir köpek. Çocuklarına dondurma ısmarladım. Nerede beleş? Getdiyimiz yer bu balaca putqadır. Həm də alanda sevməyəcəm, bəlkə icazə vermirlər. İçini falan çəkib göstərəcəm. İçi olmu qəşəkdir, boyutu da yaxşı bir mata görə. Qəşək də doldur. Aslında çörək də böyük. Görəkmə baxaq. Çörəyi polnu çıtırdır. Qəşəkdir, çörəyi də yaxşıdır. İçindəki əti hələ dadmamışam, sadəcə çörəyindən işlədim. Amma minnətlər də ətin dadı. İşte Sör, görək. yanılarından da yaxşı. Baharatı falan mükəmməldir, ət dadlıdır. Yəni 1 manata polnu dəyərdə bu. Bizim yanına ayran almadıq. 50 gəzdi 1.50 yani sorusu. Polnu da seviyor, çox dadlıdır. Yəni 1 manata balaca bir yerdə məktəbə gəlib gedəndə almaq üçün polnu bəs insanı rahat doydurar.